Bir neçə gün əvvəl Dövlət Sosial Müdafiə Fondunun sədri Elman Mehdiyevin pensiya yaşı və iş fəaliyyəti müddətinin bitməsi yaşı arasındakı ziddiyyətlə bağlı açıqlama vermişdi və bu insanlarda suallar doğurmuşdu. Fond sədri büdcə təşkilatlarında işdən ayrılma yaşının 65 olmasına baxmayaraq pensiyaya çıxma müddətinin aşağı olduğunu demişdi. Bu isə pensiya yaşının artırılacağı haqqında söz-söhbətlərə səbəb olmuşdu. Elman Mehdiyev bugün yenidən məsələyə aydınlıq gətirib və əhalinin narahatlığına son qoyub. Biz hazırda demografi tendensiyaların sistemə təsirinin öyrənilməsi ilə məşğuluq və sığorta pensiya sisteminin aktuar modelləşdirilməsi, müxtəlif alternativlərin verilməsi və simulyasiyaların işlənməsi ilə məşğuluq. Və ona görə də mən xahiş edirəm ki, məsələnin hazırki mərhələsinə uyğun şərh eləyək. Mən yenə də vurğulamaq istəyirəm. Söhbət bugünkü mövcud qanunvericilikdə olan reallıqların verilənlər bazası şəklində bu modeli işlənməsi və orada olan alternativlərdən gedir. Reallıq nədirsə model də onu göstərir. Amma hansı qərar seçiləcək? O bizim iradəmizdən asılıdır, bizim əlavə təhlillərimizdən asılıdır, bizim qəbul edəcəyimiz siyasi hədəflərdən asılıdır. Gəlin biz buna tələsməyək.